Menstruasiyanın düzənsiz olması, eyni zamanda follikulun yetişməməsi halları da meydana çıxır. Tamamilə orqanizmdə bərpa olunmur. Bərpa olunduqdan sonra isə çox vaxt görürük ki, menstruasiya funksiyasının düzənli hala gəlməsi, sonra follikulun yetişməsinin bərpa olunması və s. öz yerinə gəlib tutur. Salam, mən doktor Leyla, mama ginekoloq. Bu gün sizinlə ginekologiyada çox mühüm rolu olan, lakin çox vaxt unudulan bir problemdən danışacağam. D vitamini çatışmazlığı. D vitamini çox vaxt insanlar sümük sağlamlığı ilə əlaqələndirirlər, lakin onlar unudurlar ki, D vitamini sinir sistemində, immunitetdə və digər orqanların və sistemlərin inkişafında, yəni fəaliyyətində çox mühüm rolu vardır. Bu gün sizdə qadın sağlamlığında, yəni hormonal balansın nizamlanmasında D vitamininin rolu haqqında danışacağam. Belə ki, çox adam bilmir ki, menstruasiya funksiyasının normal işləməsində, eyni zamanda yumurtalığın işləməsində, yəni follikulun yetişməsində də D vitamininin rolu mühümdür. D vitamini çatışmazlığı zamanı menstruasiyanın düzənsiz olması, eyni zamanda follikulun yetişməməsi halları da meydana çıxır. Ümumiyyətlə insanlarda əzələ ağrıları, sümük ağrıları, yorğunluq onlarda müşahidə olunur. Bunlarla yanaşı isə menstruasiya pozulmaları və sonsuzluqla bizə müraciət edən qadınlarda follikulun yetişməməsi hallarını da müşahidə edilir. Yəni yumurtalığın disfunksiyası halları da meydana çıxa bilir. Çalışıb əvvəlcə D vitamini qəbul etməzdən əvvəl analiz vermək lazımdır. Çünki bəzi hallarda praktikamızda çox insanlarda defisit müşahidə olunur və defisit olarsa yüksək dozada, yəni yüklənmə dozasında D vitamini təyin etmək lazımdır. Az dozada təyin olunarsa D vitamini tamamilə orqanizmdə, yəni bərpa olmur. Ona görə də yüksək dozalarda təyin olunduqda daha çox effektiv olur. D vitamini analizi verildikdən sonra təyin olunmalıdır. Bərpa olunduqdan sonra isə çox vaxt görürük ki, menstruasiya funksiyasının düzənli hala gəlməsi, sonra follikulun yetişməsinin bərpa olunması və s. öz yerinə gəlib tutur. Əhval-ruhiyyənin yaxşılaşması, depressiya hallarının aradan qalxması, əzələ ağrılarının keçməsi, qadınların özlərini daha yaxşı hiss eləməsi halları da müşahidə edirik. Eyni zamanda qeyd etmək istəyirəm ki, hamiləlik müddətində və menopauza dövründə, yəni klimaks dövründə D vitamininin rolu əvəz edilməzdir. Hamiləlik müddətində ana ilə yanaşı dölün inkişafında da D vitamini çox lazımdır. Dölün sümük inkişafında, eyni zamanda qadınlarda preeklamsiya, yəni təzyiq halları, diabet halları olduqda bunların profilaktikası üçün D vitamini mütləq lazımdır. Buna görə də hamilələrdə də D vitamini mütləq analizi verilməlidir və lazım olarsa onlara D vitamini təyin olunmalıdır. Klimaks dövründə də D vitamini, çünki qadınlarda bilirsiniz, estrogen hormonunun azalması ilə əlaqədar sümüklərdə osteoporoz, yəni sümük əriməsi riski əmələ gəlir və D vitamini mütləq təyin olunmalıdır onlara. Yaxşı olar ki, təyin olunan zaman K2 ilə və maqnezium da təyin olunsun. Çünki onun kalsiumun sümüyə çatmasına və s. bunların rolu, əhəmiyyəti çox böyükdür. Ona görə də düzgün təyin olunduqda da D vitamini daha effektini daha yaxşı görmək mümkündür. Əziz xanımlar, sizdə də belə bir suallar varsa, bu mövzularla maraqlanırsınızsa kanalımıza abunə olun, videonu bəyənməyi unutmayın.